Hər vaxtınız xeyir, əziz şagirdlər və dəyərli abituriyentlər. 23 noyabr 2025-ci ildə 9-cu siniflər üçün növbəti buraxılış imtahanı keçirilib, yəni sınaq imtahanı keçirilib. Gəlin suallara bərabər baxaq. 61-ci sualda yiyəlik halı istəyir bizdən. A variantına baxırıq. Əgər en artiklı varsa ismin qarşısında, orada S apostrof deyil, apostrof S olmalıydı. Çünki təkdə olur. A variantı yanlışdır. B variantında işarə əvəzliyi this təkdədir. O isə müəllif sözü təkdədir. Apostrof S və özündən sonra isim gəlib. Ona görə bu müəllifin kitabı doğru cavabdır B variantı. Çünki bütün qaydalara riayət olunub. Yiyəlik halı hesab olunur. C variantında this cəmdədir, author sözü təkdədir. İngilis dilində ümumiyyətlə işarə əvəzliyi ilə isim mütləq uzlaşır. Əgər işarə əvəzliyi təkdədirsə, isim təkdə, cəmdədirsə, isim cəmdə olmalıdır. Burada da işarə əvəzliyi cəmdə, amma isim təkdədir. Ona görə variant yanlışdır. D variantında child sözü bu şəkildə cəmlənmir. Child, children deyə dəyişir və hər ikisində yiyəlik hal apostrof S vasitəsilə düzəlir. Ona görə D variantı da yanlışdır. Y variantında isə apostrof S-dən sonra going var. Bu da to be going to ifadəsidir. Bir şey etməyə hazırlaşmaq, gələcəklə bağlı planlarımızdan danışarkən istifadə olunur. Ona görə Y variantı da yanlışdır və doğru cavabımız B variantı. 62-də bizdən definition istəyir. Announce elan etmək, guide bələdçiliyi etmək, yol göstərmək, melt ərimək deməkdir. Deməli, announce olacaq to tell people about something officially. Rəsmi şəkildə insanlara nəyisə demək. Guide yol göstərmək, to show the way olmalıydı 2C. 3-də olmalı to melt ərimək, to become liquid. Bu da olacaq B. A, C, B olan variant D variantı. Ona görə doğru cavab olacaq D. Növbəti testimiz isə gəlir sifətləri seçin. Deməli, empty boşda fluent səlisli noisy səsküyü ilə A variantı doğru cavabdır. Real qaydadır isimdir, situation isimdir, ona görə olmaz. Condition isimdir, accent isimdir, yenə də çıxırıq. Race yarış deməkdir, village kənd deməkdir, isimdir. Farm ferma deməkdir, way yol deməkdir, relative qohum. Ona görə burada da isimlərə görə çıxırıq. 64-də isə deməli bizdən düzgün variant istəyir, artikla aid bir bölmədir. Əgər demişdi ki, mostdan sonra isim gəlibsə artikl işlənmir, mostdan sonra sifət gəlibsə mütləq şəkildə Z artiklını verməliyik və o da üstünlük dərəcəni əmələ gətirir. Ona görə birinci tərəfdə olacaq. It is the most popular video on the internet. Hər iki tərəfdə Z, A bəndi. Növbəti testimiz yenə də sözün definitionunu verib və bizdən hansı sözün olduğunu soruşur. To help somebody remember something. Kiməsə nəyisə xatırlamağa kömək etmək, yəni xatırlatmaq, bu da olacaqdır remind. D variantı to happen baş verməkdir, to keep saxlamaqdır, to feel hiss etməkdir, to work da işləməkdir. Növbəti testimiz isimlər sırasını seçin deyir. Deməli, hopeful, burada artıq full şəkilçisi sifət düzəldib. Ümidli, ona görə çıxır. Sonra virtual, xəyali deməkdir. Yenə də patient, səbirli deməkdir. Yenə də sifət var burada. Organic, təbii deməkdir. Yenə də sifət var burada. Capable, nəyisə bacarıqlı, qabiliyyətli, funny, məzəli, gülməli, yenə də burada sifət var. Friendship, dostluq, image, şəkil, hair, saç. Doğru cavabımız Y variantıdır. Hər üçü isimdir. Növbəti testimiz 67-ci test. Yenə də bizdən cümləni tamamlamağı istəyir düzgün sözlə. If you really want to be successful, həqiqətən də uğurlu olmaq istəyirsənsə, you need to be creative, yaradıcı olmalısan. Strange qəribədir, sərt kədərlidir, rude kobuddur, boring sıxıcıdır. Doğru cavabımız B variantı. Növbəti test düzgün cümlələri deyir seçin. Carrying this bag burada olmalıydı is. Çünki nəyə görə cümləmiz gerundla başlayıb? Gerund feilin şəxsiz formalarından biridir. Gerundla başlayan cümlənin xəbəri mütləq təkdə olmalıdır və burada xəbərə qədər olan hissə bir mübtəda kimi götürülür. Nə? Bu çantanı daşımaq. Carrying this bag is difficult olmalıydı. Ona görə bir səhvdir.
İkinci, winners of the competition, bəli, of iki isim arasında gəlibsə, biz ofdan əvvələ baxırıq. Winners cəmdə olduğuna görə 2 doğrudur, çünki xəbər word'ü cəmdədir. 2-ni götürürük. The price of the flowers was low. Bəli, yenə də of iki isim arasında gəlib. Price sözü təkdə olduğuna görə xəbər təkdədir. 3 doğrudur. Baxıram 4 niyə səhvdir? Eating too much. Aha, yenə də gerundla başlanan cümləm var burada və burada xəbər are yox, is olmalıydı. Doğru cavabımız 2, 3. Növbəti test artıq short textlə davam edirik. Good morning students, sabahınız xeyir şagirdlər. There will be a math test on Thursday. 4-cü gün riyaziyyatdan test olacaq. Please study units 3 and 4. Siz zəhmət olmasa 3-cü, 4-cü bölmələri oxuyun. Bring pencils and calculators. Zəhmət olmasa qələm və hesablayıcı gətirin. Don't be late. Gecikməyin. A variantında deyir ki, students can't use a calculator during the exam. Şagirdlər istifadə edə bilməzlər imtahanda, amma orada nə deyirdi? Deyirdi gətirin. Sonra B variantı deməli A ola bilməz. B variantında deyir ki, students mustn't learn anything before exam. Uşaqlar heç nə öyrənməməlidirlər deyir imtahandan öncə. Xeyr, yanlışdır. Orada deyirdi 3-cü, 4-cü bölməni öyrənin. Student must attend a math exam on time. Vaxtında deyir gəlməlidirlər imtahana. Hələliciyini saxlayırıq. Dede deyir ki, the teacher will give students pencil during the exam. Müəllim verəcək qələmləri imtahanda. Xeyr. Yeddə deyir, the math test will be held next week. İmtahan deyir, növbəti həftə keçiriləcək. Xeyr, növbəti həftə demirdi. Deyirdi ki, 4-cü gün keçiriləcək. Ona görə elə doğru cavabımız bizim C variantıymış. Növbəti 70-ci test yenə də short textlə davam edirik. The road is under construction. Yol tikintidədir. Please use public transportation. Zəhmət olmasa ictimai nəqliyyatdan istifadə edin. Don't enter closed areas in private cars. Bağlı olan ərazilərə şəxsi avtomobillərlə daxil olmayın. We apologize for any inconvenience. Hər hansı bir narahatlığa görə biz üzr istəyirik. Thank you for your understanding. Anlayışınıza görə təşəkkür edirik. The road is already reconstructed. Artıq deyir təmir edilib. Xeyr, artıq təmir edilsəydi bağlanmazdı. There is no inconvenience on the road. Heç bir təmir tikinti işləri yoxdur yolda. Xeyr, yanlışdır, var idi. Using public transportation isn't recommended. Deyir, məsləhət görülmür ictimai nəqliyyatdan istifadəyə. Xeyr, əksinə idi. Drivers aren't allowed to enter that closed areas in cars. Sürücülərə maşınlarda həmin bağlı ərazilərə daxil olmağa icazə verilmir. Bəli, cavab elə D variantı idi. Y bəndində nə deyir? Deyir ki, heç bir ərazi yoxdur bağlı, yəni təmirlə bağlı, təmir işi ilə bağlı. Xeyr, yanlışdır. Növbəti deməli testimiz yenə də short textlə davam edirik. Hospital announcement, deməli xəstəxana elanıdır. Visiting hours are from 10 a.m. to 6 p.m. only. Deyir, ziyarət saatları səhər saat 10-dan axşam 6-ya qədərdir yalnız. Please be quietly in the rooms. Zəhmət olmasa otaqlarda astadan danışın. Wash your hands before entering. Daxil olmazdan öncə əllərinizi yuyun. Don't bring flowers or food during visit hours. Deməli, ziyarət saatlarında çiçəkləri və qida gətirməyin. Children must stay with an adult at all times. Uşaqlar hər zaman böyüklərlə qalmalıdırlar. Thank you for helping us keep the hospital safe and calm. Bizə kömək deməli xəstəxananı təhlükəsiz və sakit saxlamaqda bizə kömək etdiyinizə görə sizə təşəkkür edirik. Baxaq, you can enter the hospital when you want. İstədiyin vaxt xəstəxanaya gələ bilərsən. Xeyr, orada müəyyən bir zaman aralığı var. Yalnız o zaman ziyarət edə bilərsən. You can bring food. Xeyr,
Nə qida gətirə bilməzsən, nə başqa bir şey. You can enter the hospital with dirty hands. Çirkli əllərlə daxil ola bilərsiniz xəstəxanaya. Xeyr, yanlışdır. Əllərinizi yumalısınız. The announcement gives information about visiting hours. Bəli, elan bizə ziyarət saatları haqqında məlumat verir. D variantı doğru cavabdır. Y-də də deyir ki, children aren't allowed to the hospital. Uşaqlara icazə yoxdur. Xeyr, icazə var idi. Sadəcə böyüklərlə yanaşı. Növbəti mətnlə davam edirik. Luxembourg is a small country which is located in the heart of Western Europe. Lüksemburg, Qərbi Avropanın ürəyində yerləşən balaca bir ölkədir. Despite its small size, there are so many interesting facts that may surprise you. Balaca ölçüdə olmağına baxmayaraq, o qədər çoxlu maraqlı faktlar var ki, səni təəccübləndirəcək. In terms of wealth, Luxembourg is one of the richest countries on the earth. Zənginliklə yəni danışsaq, desək, zənginliyini nəzərə alsaq, Lüksemburg yer kürəsində ən zəngin ölkələrdən biridir. Luxembourg residents earn 2 times more than Americans. Lüksemburgun sakinləri Amerikalılardan 2 dəfə daha çox pul qazanırlar. Luxembourg is ranked 4th in the European Union for the lowest petrol price and second for the lowest number of diesel cars in the world. Deməli, 4-cü yerdə Avropa Birliyində yer alır. Ən aşağı, deməli, yanacağın qiymətinə görə Avropa Birliyində 4-cü yerdədir. Amma dünyada isə dizel avtomobillərinin sayına görə 2-ci yerdədir. Az sayına görə. Yəni, dünyada ən az say dizel avtomobillərinə görə 2-ci yerdə hesab olunur. Amazon's headquarters is also situated in Luxembourg. Amazonun da qərargahları həmçinin, yəni baş ofisləri Lüksemburqda yerləşir. There are 3 official languages in Luxembourg and local people speak 3 languages: German, French and Luxembourgish. Deməli, 3 dənə rəsmi dili var Lüksemburqda. Yerlilər, yəni yerli insanlar 3 dildə danışırlar. Alman dili, fransız dili və Lüksemburqun öz dili. While German and French are often used in administration, Luxembourgish is widely used in conversation. Deməli, fransız dili və alman dili hökumətin dili kimi istifadə olunursa, amma danışıq dilində Lüksemburqun öz dili geniş şəkildə istifadə olunur. French is used in business, hotels, restaurants and cafes, while German is the dominant language in media. Fransız dili biznesdə, yəni ticarətdə, otellərdə, restoranlarda, kafelərdə istifadə olunduğu halda, alman dili isə üstünlüyü mediada təşkil edir. The most surprising fact is that Luxembourg offers free public transportation. Ən təəccübləndirici fakt isə odur ki, Lüksemburg pulsuz ictimai nəqliyyat təklif edir. The most popular form of transport in Luxembourg is the tram. Ən çox məşhur nəqliyyat vasitəsi isə Lüksemburqda tramvaydır. It was the first country in the world to provide free public transportation for the whole nation, which includes trains, trams and buses. Bu ilk ölkədir ki, dünyada bütün millət üçün, yəni ora daxildir tramvaylar, qatarlar, avtobuslar, ictimai nəqliyyatı təmin edir və pulsuz təmin edir. Yəni bu dünyada ilk ölkədir ki, pulsuz ictimai nəqliyyatı təşkil edir, yəni təmin edir insanlar üçün. 72-də, yəni bu hamıya aiddir, təkcə müəyyən bir təbəqə üçün deyil. Nə haqqındaydı mətnimiz? One of the richest countries of Europe. Avropanın ən varlı ölkələrindən biri. Elə cavab A variantıdır. B-də nə deyir? Ən ucuz restoranlardan danışır Lüksemburqda. Xeyr, elə ümumiyyətlə söhbət getmirdi orada. The transportation in Europe sadəcə nəqliyyatdan danışmırdı. Əhalidən danışmırdı. D variantı ona görə yanlışdır. Və yalnız Amazonun baş qərargahları, baş ofislərindən danışmırdı. Ona görə Y-də səhvdir.
73'te deyir ki, why is Luxembourg placed in the second rank in the world? Nə üçün dünyada ikinci yer alır? Nəyə görə alırdı dünyada ikinci yer? Ən aşağı dizel avtomobillərinin sayına görə. Ona görə Y variantı doğru cavabdır. Zənginliyə görə deyildi. Dizelin sayına, qiymətinə görə deyildi o. Deməli, ikinci yerdə deməli, pulsuz ictimai nəqliyyat xidmətinin sayına görə də deyildi və yaxud da dövlət binalarının sayına görə də deyildi. 74. Bizdən doğruları istəyir. The transportation is free of charge in Luxembourg. Deyir ki, pulsuzdur, bəli. The population of Luxembourg is very rich. Bu da doğrudur. The people in Luxembourg earn less than in the American. Xeyr. 2 dəfə çox qazanırdılar. French is the main language in media. Xeyr, o German idi. Ona görə doğru cavabımız elə 1, 2, B variantı. Növbəti 75-ci suala gəldi. Luxembourg is commonly used in harda istifadə olunur? Everyday speech. Yəni, bu dil yalnız danışıq dilində istifadə olunurdu. Gündəlik danışıq dilində. Və nəhayət 76-cı sualda deyir ki, yanlışları seçin. Luxembourg is situated in Eastern Europe. Western idi, Eastern deyildi. Elə bizə bir lazımdır. Public transport consists of trains, trams and buses. 2 hələlik saxlayırıq. Orada çünki var idi, ictimai nəqliyyata bunlar daxil idi. Luxembourg has different state languages. Bəli, müxtəlif dövlət dilləri var. 3 dildə danışırdılar. Luxembourg is the second biggest country in Europe. Deyir ki, ikinci ən böyük ölkədə. Xeyr, elə bir şey demirdi orada. Ona görə burada bizə lazım olan cavablar 1 və 4 variantıdır. Diqqətinizə görə təşəkkür edirəm. Hər hansı bir suallarınız olarsa, ünvanlamaqda özünüzü rahat hiss edin. Kommentlərdə suallarınızı gözləyirəm. Bugünlük bu qədər. Sağ olun.